Bugün milyonlarla insan həyatını xilas edən antibiotiklər haqqında danışacağıq. Antibiotiklər necə kəşf olunub, nəyə təsir edir, nə üçün viruslara qarşı təsirsizdir və bakteriyalar necə məhv edirlər? Gəlin birlikdə öyrənək. Əvvəlcə antibiotiklərin yaranma tarixinə nəzər salaq. Antibiotiklərin tarixi 1928-ci ildən başlayır. İngilis alimi Alexander Fleming laboratoriyada apardığı tədqiqatlar zamanı təsadüfən müşahidə etdi ki, Penicillium adlı kif göbələyi bakteriyaların inkişafını dayandırır. Bu göbələkdən əldə edilən maddə sonradan penisilin adlandırıldı və ilk antibiotik kimi tarixə düşdü. 1940-cı illərdə penisilin sənaye miqyasında istehsalına başlanıldı. Xüsusilə 2-ci Dünya müharibəsi dövründə antibiotiklər milyonlarla insan həyatını xilas etdi və tibbdə yeni bir dövrün əsasını qoydu. Sonrakı illərdə isə müxtəlif antibiotik qrupları kəşf edilərək müalicə imkanları daha da genişləndirildi. Bəs antibiotik nədir? Antibiotiklər bakteriyaları məhv edən və onların çoxalmasının qarşısını alan dərman maddələridir. Onlar bakterial infeksiyaların müalicəsində istifadə olunur və müasir tibbin ən mühüm kəşflərindən biri hesab edilir. Lakin burada çox vacib bir məqam var. Antibiotiklər bakteriyalara qarşı təsirlidir. Viruslara qarşı isə təsir göstərmir. Bəs bakteriyalarla virus arasında fərq nədir? Bakteriyalar müstəqil şəkildə yaşaya və çoxala bilən canlı mikroorqanizmlərdir. Məsələn, angina, pnevmoniya, sidik yolları infeksiyaları və bəzi dəri infeksiyaları bakteriyalar tərəfindən törədilir. Viruslar isə hüceyrə daxili parazitdirlər və yalnız canlı hüceyrələrin daxilində çoxala bilirlər. Qrip, COVID-19, qızılca və bir çox soyuqdəymə halları virus mənşəlidir. Məhz buna görə qrip və adi soyuqdəymə zamanı antibiotik qəbul etmək xəstəliyi müalicə etmir. Antibiotiklərin virusa qarşı təsiri yoxdur. Antibiotiklərin təsiri əsasən iki formada olur. Birincisi bakterisit təsirdir. Bakterisit təsir antibiotik bakteriyaları birbaşa öldürür. Məsələn, penisilinlər və sefalosporinlər bu qrupa aiddir. İkincisi bakteriostatik təsir. Bakteriostatik antibiotiklər bakteriyaları öldürmür. Onların böyüməsini və çoxalmasını dayandırır. Daha sonra isə orqanizmin immun sistemini həmin bakteriyalar aradan qaldırır. Tetrasiklinlər və makroidlər bundan nümunədir. Bəs antibiotiklər bakteriyalara necə təsir göstərir? Onların bir neçə əsas təsir mexanizmi mövcuddur. Birinci mexanizm bakteriya hüceyrə divarının sintezini pozulmasıdır. Bəzi antibiotiklər bakteriyanın qoruyucu hüceyrə divarının yaranmasına mane olur. Nəticədə bakteriya davamlılığını itirir, parçalanır və məhv olur. İkinci mexanizm zülal sintezinin bloklanmasıdır. Bakteriyaların yaşaması və çoxalması üçün zülallar vacibdir. Antibiotiklər bu prosesi dayandıraraq onların inkişafını əngəlləyir. Üçüncü mexanizm nukleon turşularının sintezinin pozulmasıdır. Bu antibiotiklər bakteriyanın DNT və ya RNT sintezinə təsir göstərir, nəticədə bakteriya çoxala bilmir. Dördüncü mexanizm isə metabolik proseslərin bloklanmasıdır. Bəzi antibiotiklər bakteriyanın həyati vacib maddələri sintez etməsinə mane olur və onun inkişafını dayandırır. Beləliklə, antibiotiklər müxtəlif mexanizmlərlə bakteriyaların yaşamasını və çoxalmasını dayandıran dərmanlardır. Lakin onlar yalnız bakterial infeksiyalara qarşı təsirlidir və virus xəstəlikləri müalicəsində istifadə olunmurlar. Növbəti videolarda biz antibiotiklərin əsas qrupları, onların hansı infeksiyalarda istifadə edilməsi və bir-birindən fərqləri haqqında danışacağıq.